Ben Şəkəri başa düşdüm. Nə aparır dedin? Şəkəri başa düşdüm. şeker hastasıyım 20 yıldır. Nə aparır dedin? Şəkər Tercüme aparır ter. tər Terber. aydındır. Çox sağ olun. Şəkər xəstəliyində ən çox görürsən ki, şəkərin miqdarı qanda, şəkər insulin mi vurdurur, tabletlər mi qəbul edir? Bu zaman şəkər düşə bilir. Şəkər düşən kimi tər basır, halsızlayır, biraz da qorxu gəlir. O zaman məsləhət görürük, təcili olaraq bir şirin çay, qəbul edən imkan yoxsa şirin çaya bir konfet sorursunuz ya qənd götürürsünüz, ağızda sorursunuz. O da görürsən gözünə işıq gəlir və şəkərin miqdarı normaya başlayır artıq qalmağa. Şəkər düşəndə. Təbii ki, bu dediklərim şəkər dozası qanda yuxarı olanda onlara olmaz. Bu adamlara çox təəssüflər eləyirəm. Elə bu qardaşın sualından istifadə edeyim deyim. Çox təəssüf eləyirəm ki, gəlib gözəl xanımdır, anamız, bacımız olsun, 62 yaşında, deyir, doktor, ha, deyir, bax, mən deyir, bir dənə pəhriz gözləmirəm, deyir, özümü saxlaya bilmirəm, ölsəm də mən yeməliyəm, meyvəmi də, şokoladımı da, tortumu da, deyirəm, halal olsun, ay xanım.